Maşallah. Danış biraz. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah'a hamd olsun. Allah Azze ve Celle'ye sonsuz hamd olsun. Bu güzel nimetleri bize izzetle verib. Yani her yerde nimetler var ama izzetli olarak Darul İslam'da, şeriat torpaqlarında bu nimetleri vermək, vallahi bu yani əsrlərin dualarıdır. Əsrlər boyu Müslümanlar bu duaları eləyiblər. Elhamdülillah, Allah Azze ve Celle bugün bize nasip ediyor. O da bizim adımız. Rabbimize hamd olsun. Qədrini bilmək lazımdır. Vallahi eğer biz bunun layiqli şükrünü etməsək, Allah bizi nankörlardan yazır. Bizi yerimizdən silib bizim yerimizə şükürdən bunlar gətirir. Ona görə Rabbimize sonsuz hamd olsun. Kardeşim bu çay hakkında bu yani deniz hakkında bize biraz danışa bilərsən bu hansı çaydır? Rasul sallallahu aleyhi ve sellemin hədisində keçən başını cənnətdən götürən çay olan Fırat çayıdır. Fırat çayıdır maşallah. Deməli bu su elektrik stansiyasıdır, eləmi? Bəli, bu su elektrik stansiyasıdır. GES deyirlər buna. Bəli. Deməli bu Dövlət-i İslam, İraq və Şəmin xilafatın neydi? Elektrik stansiyası. Eləyən bazasıdır. Bəli, qardaş. Allah hamd olsun, sonsuz hamd olsun. Mücahidlər qardaşlarımız, köhnə mücahidlərdən Abuzar qardaşımız, Çeçenistan qazisi, Afqanistan qazisi. Axırda da Allahın izni ilə gəlib Şam torpaqlarına hədisə uyğun olaraq Topçubaşov qardaşımız Abu Abdurrauf Gözəl papağı var maşallah. Bizim top artilleriya tağımının komandiridir qardaşımız maşallah. Belə gözəl nemətlər verir. Suyu çək axı göz dibinə gözəl. Öz elektrik stansiyamız, polisimiz, nə bilim şəriət məhkəməsi, çörək zavodu, evlər idarəsi, su idarəsi, elektrik stansiyamız və get-gedə də Allah bunları çoxaltır, get-gedə də neymətlərini artıq üzərimizə yağdırmağa başlayıb. Qardaşlar, Allah üçün hicrətə gəlin, səhvinizi ayırın. Rasulullah sallallahu aleyhi ve sellem deyir, müşriklərin içində iqamət edən müsəlmanlardan bəriyəm, evin işığını görməməlidir. Hicrət eləyin, cihad edin, bırakın zilləti, izzəti seçin, danaların, inəklərin quyruğunu bırakın, bəsdir, artıq tezliklə xəlifət elan olunacaq, torpaqlar var, dairə sistemi, post sistemi qurulubdur, gücümüz var, silahlarımız var, Allahın izni ilə şəriət uyğulanır.